Hər kəs salam dostlar. Bugünkü videoda Koreyada təhsil haqqında danışacağıq. Daha doğrusu Jalə xanım Koreyada təhsil haqqında öz təcrübələrini bizimlə bölüşəcək. Jalə xanım salam. Salam Rəvan bəy. Necəsiz? Yaxşıyam, çox sağ olun. Zəhmət olmasa özünüzü qısa da olsa bir təqdim eləyin izləyicilərimizə. Əlbəttə, mənim adım Jalə Kərimli. Hal-hazırda Koreyada İnha Universitetində təhsil alıram. Hı hı. İxtisasım isə elektronika mühəndisliyidir. Okey Jalə xanım. Necə oldu getdiniz oralara qədər çıxdınız? Nətər oldu təcrübələrinizi bizimlə bölüşə bilərsinizmi? Təcrübələrimi əsasən danışsam, belə başlamaq istəyərdim ki, açıqcası mən bu proqrama, apply eləmək üçün, bakalavrdan əvvəl başlamışam. Yəni Hı. dil imtahanı nəticəm açıqlanandan sonra bu proqramın daxili imtahanına müraciət eləmişəm. Hansı ki, bu proqrama müraciət eləmək üçün göstərilən limit, balı keçməli idiniz. Bizim ixtisasda həmin il limit bal 450 idi. Mən özüm isə 603 bal yığmışdım dil imtahanından. Ondan sonra daxili imtahana girmək hüququ qazandım. Daxili imtahandan da yaxşı göstəricilərlə çıxdıqdan sonra elektronika mühəndisliyinə qəbul aldım. 3 ilimizi Azərbaycanda, 1 Hı hı. ilimizi isə Koreyada oxumalıydıq. 3 il Proqramın adı nə kəsilsiz idi? oxudum. Proqramımızın adı Dual Diplomas proqram kimi keçir. Yəni ikili diplom proqramı. BU İnha kimi yazıb axtara bilərsiniz sosial medialarda. Siz onda belə çıxır ki, hal-hazırda 4-cü kurssuz və Koreyada 1 ilinizi, yəni davam etdirirsiniz də belə çıxır. Bəli, bəli, bakalavr səviyyəmin axırıncı pilləsindəyəm. Yəni 4-cü kursumu proqramımıza əsasən İnha Universitetində oxumalıydım. Hal-hazırda da İnha Universitetində təhsil alıram. Bəs orada təhsil necə daha Azərbaycanla müqayisə eləsək, Azərbaycanda daha çətindir yoxsa orada? Təbii ki, müqayisə eləsək, Koreyadakı təhsil səviyyəsi daha çətindir, daha ağır prosesdir. Çünki burada biraz təhsil materialları da ağırdır, açıq desəm. Amma təbii ki də düzənli olaraq öz üzərinizdə çalışsaz, nəinki Azərbaycanda, yəni digər ölkələrdə də oxumaq sizə çətin gəlməz. Bəs Koreyada təhsil alırsınız, orada ingiliscə təhsil alırsınız yoxsa Koreya dilində? Bizim proqrama əsasən əslində ingilis dilində təhsil alırıq biz, amma təbii ki, Koreyada yaşayanda özümüzü idarə eləyə bilməyimiz üçün bizdən Koreya dili səviyyəsi də tələb olunurdu. Hansı ki, TOPIK imtahanına girməli idik. TOPIK imtahanında akademik Koreya dili səviyyənizi göstərir və oradan 3-cü səviyyəni almalıydıq. Amma hal-hazırda proqramda dəyişikliklər olub. Və bura gələn tələbələr artıq Koreya dili səviyyəsinə ehtiyacları yoxdur. Sadəcə IELTS skoru almaqla, 6.5 almaqla proqramda, yəni 4-cü kursu burada davam elətdirə bilərlər. İşlər daha asanlaşıb da belə çıxır. Bəli, bəli, Koreya dili öyrənməyə daha çox vaxtları getməyəcək. Belə deyim ki, bizim vaxtımızda belə idi ki, biz Koreya dili akademik səviyyəsi almaq üçün günümüzün çox hissəsini Koreya dili üçün xərcləyirdik. Hansı ki, mən proqrama başlayanda Koreya dili hərflərindən belə xəbərim yox idi, amma akademik səviyyə 3-ü götürmüşdüm. Mən bir çox dostlarım da, mən də Bakı Mühəndislik Universitetində təhsil almışam. Mən də bir çox dostlarım Batı Koreya dilinə hazırlaşanda mənə də belə qəribə gəlirdi ki, sən ixtisası oxuyarsan yoxsa təzə dil öyrənirsən, özü də dil də çox çətindir. Yəni hieroqliflə bir şəkil, yəni kommunikasiya qururlar belədir. Sadəcə bizdə hieroqlif deyil, Koreya dilində də hərflərdən istifadə olunur. Bilmirəm də, yəni mənə hieroqlif kimi görsənir, amma hərf Düzdür, elə görünür. Bəs Koreyada başqa təqaüdlər varmı ki, gənclər məsələn master oxumaq istəyən gənc ora müraciət eləsin, bilinən bir proqramlar onlar Bəli, haqqında? təbii ki, Koreyada təhsil deyəndə ümumiyyətlə tələbələrin ən sürətli şəkildə ağlına gəldiyi proqram GKS proqramıdır. Daha çox master üçün tələbələr buna apply eləyirlər. Hı -hı. Hətta mənim ətrafımdan bir neçə dostum da master proqramı, həmçinin PhD, yəni doktorantura proqramı sayılır, Hı -hı. səhv eləmirəmsə, onun üçün GKS proqramına müraciət edib bura gəliblər. Sadəcə belə bir şey var ki, GKS-də təhsil haqqı qazanmaq, yəni scholarship qazanmaq biraz çox çətindir. Çünki Koreya dili akademik göstəricisi yuxarı olmalıdır. Məsəl üçün mən 3 ilə gəlmişəm. GKS-də əgər şansınızı artırmaq istəyirsinizsə, sizin leveliniz ən azı 5, hətta yəni ən axırıncı, ən yüksək səviyyə 6 olsa daha yaxşı olar və ortalamanız da yüksək olmalıdır. Bunu da vurğulamaq istəyərdim. Yəni 90 plus ortalama ilə qəbul almaq daha rahatdır. Çünki GKS qəbulunda limitlər var. Yəni limitli saydan yuxarı şəxslər qəbul ala bilmirlər. Demək ki, ortalama bir də dil sertifikatı olsa rahatlıqla müraciət edə bilərlər. Bəli, mütləq şərtdə Koreya dili sertifikatı olmalıdır. Bəs
Tutaq ki, bu şərtlər hamısı ödənilir. Seçim, gəldi universitet seçimində, necə deyim, daha yaxşı universitetlər hansılardır bilinən. Təbii ki, bu sizin ixtisasınızdan biraz, asılıdır. Şəxsən mən mühəndislik oxuyuram. Əgər master proqramı üçün Koreyada qalmaq istəsəydim, KAIST Universitetini seçərdim. Həqiqətən çox populyar bir universitetdir mühəndislik ixtisaslarında. Amma siz başqa ixtisaslarda təhsil almaq istəyirsinizsə, Yonsei Universiteti, Koreya Universitetinin özü olsun, bu universitetlər məşhurdur Koreyada. KAIST-dir də deyəsən o elə. Bəli, bəli, mühəndislik üçün KAIST. Ümumiyyətlə Koreya haqqında fikirləriniz, impression deyirlər ingiliscə, yəni getdiniz ora, necə bir ölkədir, necə hiss elətdirir bir azərbaycanlı üçün? İlk növbədə demək istəyərdim ki, mən Koreyada təhsil almağa gəlməzdən öncə mən, summer school proqramında iştirak eləmişdim. Burada təxminən 25 günə yaxın bir müddətimizi Koreyada keçirmişdik. Yəni belə demək istəyərdim ki, Koreya ilə əlaqədar, əvvəldən görüşlərim var idi özümün. Həmçinin biz universitetdə də dərslər müddətində, adət-ənənə dərsləri deyim, bunları da görürdük deyə çox da belə yad olmadı mənə. Amma təbii ki, yəni yeməklərini cəhd eləmədiyim müddətcə, mənim üçün hələ də yad idi. Amma yeməklərini filan da cəhd elədikcə, özümün praktikasından keçirdikcə Koreyanın həqiqətən də, Asiya mədəniyyətinə, necə də hakim olduğu və mədəniyyətlərini necə də qoruyub saxladıqlarını gördüm. Bəs o dediyiniz 25 günlük, bir nəsə bir şey var idi. O həmin proqrama daxil idi, yoxsa öz şotunuzdan deyək? Bəli, bəli, bizim proqrama daxil idi. Hər bir tələbə 1-ci kursun sonunda yay məktəbi kimi Koreyada gəlib, günlərini keçirə bilərdilər. Amma təəssüf olsun ki, əgər səhv eləmirəmsə, hal-hazırda, hər ixtisasdan 10 tələbə, yəni göstəriciləri ən yuxarı 10 tələbə, yəni bizim, proqramda təhsil alan, yay məktəbini Koreyada keçirə biləcək. Amma bizim ilk 4 ilimizin məzunları deyək, tələbələr deyək, onlardan hər kəs 1-ci kursun sonunda Koreyaya gəlmişdilər. Nə gözəl, siz artıq 1-ci kursdan Koreyanı gedib görmüşdünüz. Bəli. Azərbaycanlı gedib orada, necə deyim, normal bir azərbaycanlı gedib orada rahat şəkildə yaşaya bilərmi? Oranın iqtisadiyyatı necədir? Yeməklərini də az-çox dediniz, Asiya yeməkləri necə? Amma ki, iqtisadiyyat necədir? Çətindirmi orada ümumiyyətlə yaşamaq? Safe bir yerdirmi, yəni təhlükəsiz? Əslində təəccübləndirən tərəfi odur ki, yəni sizin də bəlkə bilmədiyiniz, hələ bizim də bura gələndə gözləmədiyimiz qədər çoxlu azərbaycanlı həmvətənlərimiz yaşayır burda. Açığı, yəni Koreya deyəndə azərbaycanlıların çoxuna da maşın biznesi gəlir. Elə çox insan da burada maşın biznesi ilə məşğuldur. Düşünmürəm ki, yəni maşın biznesində gəlir yaxşı olmasaydı, bu qədər vətəndaşımız burada gəlib həyatını burada davam eləməyi seçərdi. Amma bizneslə məşğul olanlarla yanaşı çoxlu sayda, əsasən də məncə qadınlar burada PhD və master degree-ləri üçün gəlirlər, və akademik yönündə özlərini, inkişaf elətdirirlər. Sadəcə məsəl üçün siz gəlməsəz, işləmək üçün bura üz tutsaz, açıqcası bunu demək istəyərdim ki, dil biliyi olmadan Koreyada yaşamaq biraz çətinlik yaradır. Çünki əhalinin böyük bir hissəsi ingilis dilində danışa bilmirlər, və hətta bəziləri danışsa belə sizinlə ingilis dilində əlaqə qurmaq istəmirlər və sizdən də Koreya dilində danışmağınızı gözləyirlər. Həmçinin, sizdə transport olsun, mapdə harasa getmək olsun, lokasiya tapmaq olsun, bunun üçün Koreya dili bilikləriniz biraz da olsa daha yaxşı olar. Çünki sizin üçün də rahat olsun. Amma bunu demək istəyərdim ki, mən 1-ci kursu bitirəndə, yəni Koreya dili səviyyəm o qədər də yüksək deyildi, amma mapdən çox rahatlıqla istifadə eləyə bilirdim. Çünki burada, belə Naver Map deyə bir app var. Məsəl üçün gələn, sizə gedəcəyiniz istiqaməti bir neçə rotla göstərir. Həmçinin, sizin istifadə eləyəcəyiniz transportun neçə dəqiqəyə, neçə stansiya sonra sizə çatacağını belə çox detallı şəkildə sizə göstərir. Koreyanın Google Map-idir elə bil. Bəli, hətta burada Google-dan çox Naver.com-dan istifadə eləyirlər, yəni özlərinin vəbi kimi. Aydındır. Bəs iqtisadiyyat orada necədir? Yəni bizim pulla müqayisədə ora daha bahalı ölkədir, yoxsa daha ucuzdur? Təbii ki, maaşlarına görə, daha, çox maaş alırlar Azərbaycandan. Buna uyğun olaraq da qiymətlər daha bahadır Koreyada. Məsəl üçün, orta bir koreyalı $1500, ən aşağı, yəni $1500 əmək haqqı alır. Buna uyğun olaraq da hər şeyin qiyməti biraz daha bahadır. Amma baxır hansı yöndə. Məsəl üçün,
Əgər ərzaqdan danışırıqsa, məncə Azərbaycana nisbətən Koreyada daha bahadır, amma texnologiyadan danışırıqsa, təbii ki də Koreyada daha ucuzdur. Aydındır. Bəs bizim bilmədiyimiz Koreya haqqında maraqlı bir fakt son bağlanış sualı olaraq. Son Koreya ümumiyyətlə Azərbaycanın full olaraq K-popdan, K-dansdan ibarət deyil. Hətta mən demək istəyərdim ki, yəni 1 yaşdan sonra çox insan, yəni Koreyanın texnologiyalarına görə sevməyə başlayır. Həqiqətən burada Şəxsən mən. texnologiya çox yuxarı səviyyədədir və bunu vurğulamaq istəyərdim ki, əgər mühəndissinizsə, əgər oxumağa bir ölkə seçmək istəyirsinizsə, sizə şiddətlə Koreyanı tövsiyə görmək istəyərdim. Aydındır Jara xanım. Cavablarınız üçün təşəkkür edirəm. Ümid edirəm ki, izləyicilərimiz üçün maraqlı və faydalı video oldu. Əgər hər hansı bir əlavə sualınız varsa, videonun şərh qismində yazarsınız. Biz çalışdıqca suallarınızı cevablamağa çalışacağıq. Dostlar, növbəti videolarda görüşənədək çox sağ olun Jara xanım. Siz sağ olun Rəvan bəy. Həmçinin mən də şərhdə sualları olan hər kəsə cavab verməyə çalışaram.